Deməli, biz bu dəlillərdən görürük ki, qəlbin qorunmağa ehtiyacı var. Onun qüvvətinin, imanının qorunmasına ehtiyac var. Bu da nə ilə olur? İman və salih əməllərlə. Əhl-i-Sünnə vəl Cəmaəyə görə iman nədir? Söz, etiqad, əməl, düzdür? Neyir? İtaətlə artır, asiliklə azar, düzdür? Deməli, həmən qəlbdə olan imanın sabit qalması üçün əməl etməlisən, itaət etməlisən ki, qəlbindəki həmən iman neynəsin? Artsın. Və eyni zamanda qəlbin ehtiyacı var ki, salamat qalması üçün onu zərərli xəstəliklərdən qoruyasan. Onu xəstəlikdən uzaq tutasan. Asiliklər, günahlar, şəriətə müxalif olan müxtəlif növ əməllərdən. Və eyni zamanda qəlbin ehtiyacı var ki, əgər o qəlb, deyək ki, Allah qorusun, xəstələnibsə, hər hansı bir xəstəlik düşübsə, problem düşübsə, elə qalmalıdır. Yox, onu nə etməlisən? Uzaqlaşdırmalısan. Həmən o xəstəliklərdən uzaqlaşdırmalısan. Bu da nədir? Tövbətun nasuh, səmimi bir tövbə və günahların bağışlanması üçün Allaha istiğfar etmək. Deməli, qardaşlar, qəlbin nəyə ehtiyacı var? Qorunmağa, salamat qalması üçün qəlbi qorumağa ehtiyac var. Əgər əksi olarsa, qəlbi qorumazsansa, qəlb xəstələnərsə, haqqı haqq olaraq görməz, haqqa nifrət edər, batili batil olaraq görməz, uzaqlaşmaz, əksinə onu sevər və haqq ona fayda verməz, ona faydalı olan haqqı sevməz, əksinə neyər? Ona zərərli olan batili sevər. Ona görə də deyir, alimlər qəlbdə formalaşan bu xəstəlikləri əsasən iki yerə bölürlər və bəzən həmən o xəstəliyi şək, şübhə olaraq izah edirlər. Qəlbdə olan xəstəliyi şək, şübhə olaraq izahını verirlər. Necə ki, Mücahid və Qatadə, Allah onların hər ikisinə rəhm etsin, deyirdilər ki, fi qulubihim məradun, Bəqərə surəsinin 10-cu ayəsində oxuduğumuz kimi qəlblərində xəstəlik var. Bunu şək olaraq izah edirdilər ki, bu şəkdir, şək, şübhədir. Bəzən də qəlbdə olan o xəstəliyi şəhvət xəstəliyi olaraq izah edirdilər. Qəlb bəzən şübhələr, şəklə xəstələnir, bəzən də neynir? Şəhvətlərlə xəstələnir. Necə ki, ayədə Əhzab surəsində Allah Azza və Cəllə buyurdu ki, nazlananızla danışmayın ki, qəlbində xəstəlik olanlar tamah etməsin, meyl etməsin. Burada hansı xəstəlikdən gedir söhbət? Şəhvət xəstəliyi. Bu da bir xəstəlikdir, qardaşlar. Bəli, birincisi şübhələr xəstəliyidir, ikincisi də şəhvətlər xəstəliyidir. Və şeyx burada qəlblərin xəstəliyi haqqında başqa bir məsələ də toxunur. Deyir ki, qəlblərin xəstəliyi həmçinin iki növdür. Birincisi deyir, odur ki, əslində ağrılı, acılı olmasına baxmayaraq, bəzi insanlar qəlbləri sərtləşdiyi üçün, qəlbləri günahlardan korlandığı üçün heç acı duymadıqları bir xəstəlikdir. Bu da cahillik xəstəliyidir. Qəlbi acı duymur. Şübhələr xəstəliyidir, şəklər xəstəliyidir, şəhvətlər xəstəliyidir. Bu cür insanların qəlbi həmən acını hiss etmir. Çünki onlar deyir, cahillik və nəfsin istəkləri ilə sərxoş olub. Həmən o cahilliyin və şəhvətlərin, şəkkin, şübhənin sərxoşluğu o şeylə qəlbinin o acı çəkməsinin arasına bir əngəl qoyub. Əslində bu şeylər acı vericidir. Təsəvvür elə ki, acı, ağrı verici bir xəstəlik var və sənə eyni zamanda güclü bir ağrı kəsici vurublar, sən o ağrını hiss etmirsən. Hiss etmirsən. Narkoz vururlar, insanı kəsirlər, hiss etmir. Bax, o cahillik, o şəhvətlər insanı elə bir hala gətirir ki, elə bir sərxoşluq verir ki insana, əslində ağrılı, acılı olan bu xəstəliklər insana ağrı, acı vermir. Və bunun deyir, bax bu cür xəstəliyin şəfası da, dəvası da hardadır? Ancaq Peyğəmbər sallallahu aleyhi ve sellemin yolunda və onun ardınca gedənlərin yolundadır. Və bu bütün ümmətlərə aiddir. Hər bir ümmətdə bu xəstəliklər olub və hər ümmətin xəstəliyinin dəvası onların elçilərində olub. Allahın göndərdiyi həmən rəsullarda olub. Və onların ardınca gedənlərdə. Və bizim ümmətin də bu xəstəliyinin dəvası
hansı xəstəliklər deyik? Cahillik, şək, şübhə, şəhvətlər. Bunun dəvası, ilacı Peyğəmbərdə sallallahu aleyhi ve sellem və onun ardınca gedənlərdədir. Onlar deyir, bu xəstəliklərin həkimləridir. Başda Peyğəmbər sallallahu aleyhi ve sellem vəhy ilə müalicə eləyir, digərləri isə onun ardınca gələnlər, sahabələr, tabeinlər, ətba tabeinlər, ondan sonra onlara en gözəl bir şəkildə tabi onlar qiyamətə qədər. Və ikinci növ xəstəlik də var. Bu da deyir, hər bir halda insan bunu hiss eləyir. Bu da nədir? Qəm, kədər, hiddət, qəzəb, narahatlıq. Bunlar da nədir? Bunlar da qəlbin xəstəlikləridir və insan deyir, bunu daim hiss eləyir. Hiss eləyir və bəzən deyir, bunlar o qəmin, kədərin, o xəstəliyin gətirdiyi o hansı səbəbə görə gəlib. Onu aradan qaldıran kimi həmən kədər də, qəm də gedir. Və bunu insanlar hamısı nədir? Bunu hiss eləyir. Qəmi, kədəri hamı hiss eləyir, düzdür? Nə qədər günahkar olsa da, nə olsa da qəmi, kədəri yenə də hiss eləyir. Amma qəlbində olan o cahilliyi, o şəhvətin xəstəliyini hiss eləmir. Amma bu birisini isə hiss eləyir. Və bunların arasında deyir, nə var? Fərq var və bu ikinci xəstəliyin, hansı ki, bütün bədənlərə bu ağrı, acı verir, əslində buna ola bilər ki, insanın başına gəlsin hansı bir qəm, kədər, amma bu ölümdən sonra onun üçün bir dərd olmaya bilər. Bunun səbəbinə görə əzab olmaya bilər insana, düzdür? Daha da əksinə, bəlkə də günahlarının bağışlanması səbəb ola bilər. Amma birincisi xəstəliyin, onun acısı, hansı ki, bəzi insanlar üçün onun acısını hiss eləmir, onun isə nədir? Ölümdən sonra da, əgər bu hal üzrə ölərsə, təmizlənməzsə, onun üçün əzab da var. Ona görə deyir, cahillik bir xəstəlikdir və qəlbi əslində ağrıdır. Amma onun sərxoşluğu səbəbi ilə, onun insana verdiyi sərxoşluq, onun ağrısını, acısını hiss etməyə insana mane olur. Və bu cahilliyin dərmanı nə idi, qardaşlar? Az öncə dedik, elm öyrənmək. Bilmirsənsə, bilənlərdən soruşmaq. O bir qissə olmuşdu, səhabələr gedirlər, işlərindən biri yaralı olduğu halda, xəstə olduğu halda cünub olur və ona təyyəmmüm almağa hökm vermirlər, deyirlər, sən mütləq qüsl almalısan və qüsl alır, sonra xəstəliyi daha da şiddətlənir, ölür. Peyğəmbər sallallahu əleyhi və səlləm onun haqqında nə deyir? Bax, şeyx burada gətirib, deyir ki, qataluhu qatalahumullah. Onlar onu öldürdülər. Allah da onları öldürsün. Çünki ona rüxsət var idi, icazəli var idi, su ilə yummaya bilərdi, torpaqla təyyəmmüm ala bilərdi, çünki xəstə idi. Onlar deyir, onu öldürdülər. Ələ səəlu izə ləm ya'ləmu fə innəmə şifəul iyyi əs-suəl. Deyir, niyə deyir, bilmədikləri zaman soruşmurlar bilənlərdən. Deyir, həqiqətən deyir, bilin ki, deyir, cahilliyin şəfası sualdır. Sual verməkdir, gözəl sual, doğru bir istiqamətləndirilmiş sual. Bax, fikir ver, cahilliyi burada xəstəlik adlandırır Peyğəmbər sallallahu əleyhi və səlləm. Cahilliyin deyir, bilməməzliyin, bilgisizliyin şəfası, şəfa nədən olur? Xəstəlikdən olur. Sualdır. Burada deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm nə edir? Cahilliyi xəstəlik olaraq adlandırır və onun şəfasını da elm əhlindən soruşmaq adına. Ayədə də var. Fəsəlu əhlə zikri in kuntum la ta'lemun. Bilmirsinizsə zikr əhlindən soruşun. Kimdir zikr əhli? Elm əhli, alimlər. Bilmirsinizsə soruş. Eləcə də şək, şübhələr də nə edir? Qəlbi ağladan məsələlərdir. Və yəqinlik isə nə edir? Bunu aradan qaldırır. Şək, şübhən. İnsan nə qədər şəkdə, şübhədədirsə, şəkki var da hər hansı bir məsələdə. Qəlb acı çəkir. Qəlb rahatlıq tapmır. Ta ki yəqinliyə gələnə kimi. Yəqinlik gələn kimi nə edir? Həmən o ağrı acı aradan qalxır. Eyni zamanda cahilliklə nə olur? İnsanın doğru yolu, doğru elmi, hidayəti nə edir? Daralır. Cahillik onu daraldır. Əksinə isə elm, doğru bir şəkildə elmlənmək onun hidayəti aparır. Haqdan sapmasını uzaqlaşdırır. Necə ki Allah Azza və Cəllə Ən'am surəsi 125-ci ayədə buyurur ki: "Fəmən yuridillahu en yehdiyehu yeşrah sadrahu lil-İslam və men yurid en yudillahu yec'al sadrahu dayyiqan haracan ka'annama yas'adu fis-səma." Ayənin əzəmətinə baxın qardaşlar. Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar. Kimi də azdırmaq istəsə, onun köksünü sanki o göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Deməli nədir? Cahillik, haqdan sapmaq qəlbi sıxır. Qəlbi sıxır və qəlbə narahatlıq verir. Özə gör, burada bəzi alimlər bunu Peyğəmbər sallallahu əleyhi və səlləm möcüzələrindən olaraq gətirirlər ki,
Deyir, səmaya qalxanda qəlb necə sıxılırsa, o cür sıxılır. Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında belə bir şey yox idi ki, kimsə səmaya qalxsın. Hətta onun təsirlərini də görsünlər, necə təsir edir. Amma bugün bu var, düzdür? Həqiqətən insanın götürsən səmaya qalxandan adi o kosmonavtlar və s. görsən, xüsusi paltarlar geyinər, xüsusi təlimlərdən keçirlər. Adi bir insan qəlbi sıxılır. Sanki deyir, səmaya qalxdığı kimi qəlbi deyir, daralır. Bu da cahilliyin insana verdiyi nədir? Bir sıxıntıdır. Deməli, biz artıq bilirik ki, qardaşlar, qəlbin xəstəlikləri var. Qəlbin xəstəlikləri var və bunun şəfası var. Bəziləri mənəvi xəstəliklərdir, bəziləri isə həqiqətən fiziki xəstəliklər də var. Və onu bilmək lazımdır ki, Quran-ı Kərimdə bunların hər ikisindən də şəfa var. Baxın, Allah Azza və Cəllə nə buyurur? Yunus surəsi 57-ci ayə. Ya eyyuhən-nəsu qad cəətkum məv'izatun min rabbikum və şifəun limə fis-sudur. Ey insanlar, Rəbbinizdən sizə bir öyüd nəsihət, kökslərdə olana bir şəfa olan Quran gəlmişdir. Və digər ayədə Allah Azza və Cəllə buyurur ki, İsra surəsi 82-ci ayədə وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ. Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik. Quranda nə var? Şəfa var. Həm qəlblərin şəfası var Quranda, həm də hətta digər xəstəliklər üçün şəfa var. Necə ki, onlardan da biri nədir? Quranla rüqyə eləmək. Necə ki, sahabələr bir dənə qəbilənin başçısı əqrəb sancmışdı. Quranla rüqyə elədilər, o sağaldı. Quranda bax, bu cür şəfalar da var. Ümumən də bu xəstəlikləri də baxdıqda, yenə qəlbin xəstəliklərinə də baxdıqda, yenə təkrarən deyək ki, bunlar əsas iki başı var. Biri şübhələrdir, biri şəhvətlərdir. Qəlbin xəstəlikləri əsas bu iki hissəyə bölünür. Şübhələr və şəhvətlər. Və Quran-ı Kərimdə ikisinin də nəyi var? Şəfası var. Səmanın altında, içərisində hidayətlə, nurla, açıq aydın dəlillərlə olan Quran-ı Kərimdən başqa belə bir kitab yoxdur. Özündə tövhidi əhatə edir, Allahın ad və sifətlərini isbat eləyir Quran-ı Kərim, axirəti, peyğəmbərliyi və digər bütün imanın şərtlərindən olan bütün məsələlər. Hamısı Quran-ı Kərimdə nə var? Təfsilatlı bir şəkildə var. Quran-ı Kərimə bu şeydə misli bərabəri olan başqa bir kitab yoxdur. Ona görə Quran nədir, qardaşlar? Qəlblərin şəfasıdır. Qəlblərdə olan xəstəliklərin şəfası Qurandadır. Və eyni zamanda qəlblərin möhkəmlənməsi Qurandadır. Ona görə biz də nə etməliyik, qardaşlar? Biz də çalışmalıyıq ki, qəlbimizi vəhy ilə salamatlaşdıraq, möhkəmlədək. Qəlbimizin qidası vəhdədir. Necə ki, alimlər buyururlar ki, Allah Azza və Cəllə insanı torpaqdan yaradıb və sonra ona öz qatından ruh üfləyib, dəlil olaraq, bir ayə olaraq. Və ona görə deyir ki, alimlər insanın bədəninin, yəni cisminin qidası torpaqdan çıxanlarlandır və onun ruhunun qidası isə Allahdan enən həmən o vəhy iləndir. Əgər sən birini verib birini əskilsən, düz getməz. Bədən tox olar, qarnı tox olar, bədən inkişaf eləyər, güclənər, sağlamlaşar, amma mənəviyyatı çürük olar, boş olar. Ona görə nə etməlisən? İkisinin də qidasını verməlisən. Necə ki, bədənivin qidasına əhəmiyyət verirsən, hansı zərərlidir, hansı zərərsizdir, hansı daha sağlamlıdır. Hətta sağlam olanı belə neysən? Diqqətlə. Bədənin qidasında bir nasazlıq olarsa, bədənin qidasında bir problem olarsa nə olar? Uzaq başı nə olar? Bədənin xəstələnər. Ən sonu nədir? Ən maksimum ölüm. Nə olar? İnsan bu dünyasını itirər. Amma əgər insan ruhunu düzgün qidalandırmazsa, mənəviyyatını düzgün qidalandırmazsa, ki bunun da qidası Quran və sünnədir, vəhidir, nə olar? İnsanın qəlbi xəstələnər, mənəviyyatı xəstələnər, ruhu xəstələnər. Nəticədə ölər. İnsanın qəlbi də ölür. Necə ki, bədən xəstələnər, ölür, onun qəlbi də ölür, ruhu da ölür. Əgər belə bir şey baş verərsə, onun ruhu xəstələnərsə, ruhu, mənəviyyatı ölərsə, onun
fəsadı nə olar? İnsan axirətini itirər. Düzdür? Axirət daha önəmlidir. Ona görə biz də nə etməliyik, qardaşlar? Qəlbimizin qidasını doğru mənbədən verməliyik. O da nədir? Quran və sünnə. Quran və sünnə, Allahdan gələn vəhiy. Allah Azze və Cəllə bizlərə eşitib faydalardan etsin. Allah Azze və Cəllə bizlərin qəlbini paklaşdırsın, təmizləsin, möhkəmləndirsin və şeytanın şərrindən, şübhəsindən, şəhvət xəstəliklərindən neynəsin? Uzaq etsin. Allahumma amin. Və subhanəkə Allahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənt, əstəğfirukə və atubu ileyk.